Salam, hər vaxtın xeyir olsun. Biz evimizin işinə başlamışıq. Birinci bizim işimiz kanalizasiya sistemlərinin çəkilişidir. Bu bizim şambadır. Buradan çəkilir. Abratlı klapanımız qoyulubdur. Və buradan, orada da ayaq yolumuz olacaq. Və buradan bizim borumuz 145 dərəcədir, gördüyünüz kimi. Daşı ona görə qoymuşuq ki, kulondan itməsin, tərpənməsin. Budur, bunun altı betondan dolacaqdır. Altında boş yer saxlamışıq, qırıq armaturlar var, ondan düzüb altından beton veriləcək. Kulonunu vermişik, hazırdır. Gördüyünüz kimi. Budur əzizləyicilər. Bax. Çəkmişik, hazırdır. Kulonunu da vermişik. 145 dərəcə ilə dönür və gedir. Bunun üstündən su kimi beton eləyib verəcək. Gedəcək bu hissələrdə hamısını bərkitmişəm. Bura bizim su hovuzdur. Görürsünüz, bax. Kulonumuz da yerindədir. Hamısı necə lazımdır. Burada 45 dərəcə ilə traniklə vermişəm. Bura bizim mətbəx olacaq. Bu da bizim qara borularımızdır, qarmoşqalı. Bizim su xətləri jolotuncadan ondan axıb gedəcək. Görürsünüz. Budur, bax. Bizim gəlir əzizləyicilər. Buradan dönür. Və bizim evin arxasıdır. Bizim kombimiz, bollerimiz burada olacaq. Qazanxana sistemimiz burada yığılacaq. Bu çıxışda bizim sanuzel və sanitar qovşaq olacaq. Ora qoşulacaqdır. Və buradan da görürsünüz hamısı 145 dərəcə ilə işlənilib. Buradan gedir bizim evin arxa tərəfinə. Mirəziz. Buraya gəlirik. Evin arxasından yorulmayasan. Buradan belə çəkib bizim bir unitazda orada olacaq. Oradan yenəcək aşağı, yorulmayasan. Səsdən eşitmək olmur. Sən bax. Belənçin olacaq. Çəkilişimiz. İndi bunu qurtarandan sonra qarmoşqalı borunu çəkəcək. Və bizim buradan da su xətləri gedəcəkdir. Hamısı burayla gedib, orada bizim istifa olacaqdır. Bütün evlərdə hamısı istifa olacaq evimiz.